Salam əziz 7-cilər. Bugün sizə 7-ci sinif Azərbaycan tarixindən 4-cü summativi izah etməyə çalışacağam. Qabaqcadan deyim ki, bu video izahda hər variantda 11 sual var. Yəni siz ümumilikdə 30 sual işləmiş olacaqsınız. Və hər dəfə mən cavabı deməmişdən qabaq, siz öz variantınızı düşünüb özünüzü yoxlayın. Keçək A variantında birinci sualın izahına. 100 ilə yaxın Azərbaycan uğrunda Elxanilər dövləti ilə mübarizə aparmışdı. Hansı Monqollusu? Qızıl Ordu. Çünki Qızıl Ordu Azərbaycan kimi zəngin bir ərazinin Hülakilərin əlində qalması ilə barışmaq istəmirdi. Hətta 100 ilə yaxın mübarizə ən sonda Qızıl Ordunun Hülakilərə son qoyması ilə bitdi. İkinci sual. 1303-cü il fərmanı ilə kəndlərin bir yerdən başqa yerə köçməsini qadağan etdi. Vahid ölçü, çəki, pul sistemi yaratdı. İslam dinini rəsmən qəbul etdi, hətta Mahmud adını aldı. Söhbət Hülaki hökmdarı Qazanxandan gedir. Üçüncü sual. Monqolların Azərbaycana kəşfiyyat xarakterli birinci yürüşü 1220-22-ci illəri əhatə eləyir. İkinci yürüş 1231-39, üçüncü yürüş isə 1256. Dördüncü sual. 1395-ci ildə Teymur və Toxtamış arasında baş verən döyüşün adı. Belə yadda saxlaya bilərsiniz. T. Görürsünüz, Teymur, Toxtamış, hətta döyüşün adı da Terek döyüşü olub. Hətta bu döyüş Qızıl Ordunun zəifləməsinə səbəb olub. Hansı ki, hətta Toxtamışı Qızıl Orduda Əmir Teymur hakimiyyətə gətirmişdi. O kömək etmişdi onun hakimiyyətə gəlməyinə. Amma elə onu məğlub edən də Əmir Teymurun özü oldu. 5-ci sual. 14-cü əsrin 30-cu illərində Şirvanşahın müstəqil siyasət yeritməsinə imkan yaratdı. Bilirsiniz ki, Şirvanşahlar Monqolların 3-cü yürüşü nəticəsində yaranan Hülaki və yaxud da Elxani dövlətindən asılı idi. Və Elxanilər zəiflədikcə Şirvanşahlar yenidən müstəqil siyasət yeritməyə başlamışdılar. Cavab B variantı. 6-cı sual. 1259-cu ildə Nəsrəddin Tusinin rəhbərliyi ilə tikilmiş astronomiya elminin inkişafını göstərən abidə təbii ki, Marağa rəsədxanası idi. B variantı. 7-ci sual. Xərəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı sükut edən və asılılığı qəbul edən dövlət. Bunu bütün uşaqlar deyir. Həmişə asılılığı qəbul edən deyən kimi Şirvanşahlar yada düşür. Amma Cəlaləddin 1225-ci ildə Eldənizlər dövlətinə son qoymuşdu. Və yaxud da Atabəylər dövləti deyirdik ona. A variantı. 8-ci sual. Təbrizə gəlib Çobani Məlik Əşrəfi edam etdirdi. Hülakilərin adından dövləti çobanilər idarə edirdilər. Yəni, ölkədə çobani ağalığı var idi. Çobanilər isə əhaliyə zülm edirdilər. Əhali çobanilərə qarşı üsyan qaldırmışdı. Hətta ən sonda əhali Qızıl Ordu Canı bəyi ölkəyə dəvət etmişdi. Həmən Qızıl Ordu Canı bəy çobani ağalığına da son qoymuşdu. Elxani dövlətinin varlığına da son qoymuşdu. Hətta o, oğlu Bərdi bəyi Təbrizə hakim təyin edib Qızıl Orduya qayıtmışdı. Bu əslində birinci izah etdiyim sualından əlaqəlidir. Yəni, ən sonda Hülakilərə elə Qızıl Ordu son qoyub. Canı bəy. 9-cu sual. Yaqut Əl-Həməvinin dediyinə görə, Monqollar bu şəhərdəki bütün kişi əhalini qılıncdan keçirtmişdilər. Söhbət Ərdəbildən gedir. Monqolların birinci yürüşü zamanı xərac verib dağıntıdan xilas olan şəhər hansı idi? Təbriz. Təbriz 3 dəfə xərac verib, Gəncə isə 1 dəfə. 10-cu sual. 13-14-cü əsrlərdə inşa edilmiş memarlıq abidələrini seçin. Qız qalasını çıxırıq, Əlincə qalasını çıxırıq. Cavab olacaq Ramana, Nardaran, Mərdəkanda dairəvi qala. 2, 3, 4. 11-ci sual.
Rabitə dayanacaqları adlanırdı yam. Elxani hökmdarlarına məxsus torpaqlar incu. İstifadəsiz torpaqlar isə bayrat. 12-ci sual. 12-ci sualda da illəri uyğunlaşdıracağıq hadisələrə. Sərdərud döyüşünün baş verməsi 1408. Terek döyüşü 1395. Əmir Teymurun Azərbaycana birinci yürüşü 1386. Xarizmşah Cəlaləddinin Azərbaycana yürüşü isə 1225. 13-cü sual. Uyğunluğu müəyyən edin. Şirvanda Dərbəndlər sülaləsinin əsasını qoymuşdu elə İbrahim Dərbəndi. 1357-ci ildə Azərbaycana hücum edib Hülakülər dövlətinin varlığına son qoymuşdu Cani bəy. İslam dinini qəbul edib Mahmud adını almışdı Qazan xan. Kəndlərin bir yerdən başqa yerə köçməsini qadağan etmişdi Qazan xan. Ölkəsini Əmir Teymurun dağıdıcı yürüşlərindən qorumuşdu təbii ki İbrahim. Hətta Teymurun yürüşü zamanı hədiyyələrlə onun hüzuruna getmişdi. Keçək 14-cü suala. 14-cü sualda müqayisədir. Gəncə və Təbriz şəhərlərinin müqayisəsi. Hər iki şəhər Monqolların birinci yürüşündə xərac verib canını qurtarmışdı. 1406-cı ildə Şirvanşah İbrahim hansı şəhərə daxil olmuşdu? Təbii ki Təbriz şəhərinə, əhalinin xahişi ilə. 1235-ci ildə Monqollar tərəfindən ələ keçirilmişdi Gəncə şəhəri. 1231-ci ildə Usta Bəndərin başçılığı ilə üsyan olmuşdu Gəncə şəhərində. Əlişah məscidi yerləşirdi Təbrizdə. 15-ci sual. Mətni oxuyub sualları cavablandıracağıq. Feodal çəkişmələrin artması Elxani dövlətində böhrana səbəb oldu. Qazan xan hakimiyyətə gəldikdən sonra Elxanilər dövlətinin əvvəlki nüfuzunu bərpa etmək üçün islahatlar keçirtmişdi. Bu islahatlarda Qazan xana kömək etmişdi Fəzlullah Rəşidəddin. Bu islahatlarda məhkəmə islahatında nələr nəzərdə tutulurdu? 30 illik sənədlər qüvvədən düşmüş hesab olundu. Hakimlər layiqli din xadimi olan qazılar olacaqdı. Niyə qazılar? Çünki axı İslam dinidir burada və İslam dinini yaxşı bilən, şəriəti yaxşı bilən insanlar gəlib burada məsələləri müzakirə eləyəcəkdir, əhalini mühakimə eləyəcəkdir. Hətta bilirsiniz ki, Qazan xanın məhkəmə islahatı yarımçıq qalmışdı. İndi isə keçirik B variantının suallarını izah etməyə. Amma izaha keçməmişdən qabaq sizdən kiçik bir xahişim var ki, kanala abunə olub, rəy bildirəsiniz. Əgər videoları bəyənirsinizsə, bəyən tuşuna basasınız. Çünki bu mənim üçün çox vacibdir. Kanalın böyüməsi üçün bu bizə lazımdır. Keçək B variantının birinci sualına. Monqolların 3-cü yürüşü nəticəsində yaranan dövlət Hülakülər. Digər adı isə Elxanilər. İkinci sual. Qazan xanın islahatları nəticəsində İqta torpaqları ilə bağlı hansı yenilik olundu? İqta nə idi? Şərti torpaqlar idi, hərbi xidmət müqabilində verilirdi. Amma yavaş-yavaş nəsildən nəslə keçirdi. Qazan xan isə neynədi? Dedi ki, İqta nəsildən nəslə keçməz. Onların hətta alqı-satqısını qadağan etdi. Əgər belə deyək də, atası hərbiçidir və ona iqta hədiyyə olunub. Əgər onun oğlu hərb işini davam elətdirmirdisə, bu torpaqlar ondan geri alınırdı. Üçüncü sual. 1386-cı ildə Əmir Teymurun Azərbaycana yürüşü zamanı Şirvanşah 1-ci İbrahim hansı addımı atdı? Təbii ki, onunla döyüşmədi. Teymurun hüzuruna gələrək ona itaətini bildirdi və ölkəsini mənasız dağıntılardan xilas etdi. Dördüncü sual. Əmir Teymur Azərbaycanı tərk etdikdən sonra müstəqil siyasət yeritməyə başlayan Şəki hakimi kim idi? Burada biz Seydi Əli ilə Seydi Əhməd arasında qalırıq. Bilirsiniz ki, Teymur gedəndən sonra Seydi Əli ittifaqdan çıxmışdı.
Hətta Əmir Teymur ikinci yürüşündə onu yenidən ittifaqa cəlb etdi. Cavab C variantı. Növbəti sual, 5-ci sual, asan sualdır. Elxanilərin paytaxtı olmuş şəhər deyil. Elxanilərin paytaxtları haralar idi? Marağa, Təbriz, Sultaniyə, Təbriz. Burada olmayan şəhər D variantı. 6-cı sual. 1408-ci ildə baş verib bu döyüş. Qara Yusifin Teymurləri məğlub edib Azərbaycandan qovduğu döyüşdür. Cavab Sərdərud döyüşü. 7-ci sual. 1382-ci ildə Şirvanşahlar dövlətində hakimiyyətə gələrək Dərbəndilər sülaləsinin əsasını qoydu 1-ci İbrahim. 8-ci sual. Monqolların birinci yürüşü zamanı xərac verib dağıntıdan xilas olmuş şəhərlər hansıları idi? Təbriz və Gəncə. 9-cu sual. Məntiqi uyğunluğu müəyyən edin. 1231-ci ildə Usta Bəndərin üsyanı Gəncədə Xərəzmşah Cəlaləddinə qarşı idi. Monqolların 3-cü yürüşünə isə Hülakü xan başçılıq eləyirdi. 10-cu sual. Xronologiya. Əlincə qalasının süqutu 1400. Dərbəndin işğalı ilə Monqolların 2-ci yürüşünün başa çatması 1239. Əmir Teymurun 3 illik yürüşünün başlaması 1386. 1-ci İbrahimin Təbrizə daxil olması 1406. Cavab olacaq 2, 3, 1, 4. 11-ci sual. Yenə də uyğunluğu müəyyən eləyəcəyik. Monqolların Azərbaycana birinci yürüşü 1220. Görürsünüz, artıq test eləyəndən sonra siz görürsünüz ki, bu illər avtomatik sizin yadınızda qalıb. Vərdiş olub artıq. Qızıl Ordu Canı bəyin Hülakülər dövlətinə son qoyması 1357. 1-ci İbrahimin Təbrizə daxil olması 1406. Usta Bəndərin üsyanı isə 1231 Gəncədə. 13-cü sual. Azərbaycanda 13-14-cü əsrlərdə tarix elmi inkişaf eləyirdi. Hətta bunu sübut edən əsər Cami ət-Təvarix idi. Bu əsərin müəllifi isə eyni zamanda Hülakülərin vəziri olan, həkim, tarixçi, Qazanxana islahatlarında kömək eləyən Fəzlullah Rəşidəddin idi. Hətta o Təbrizdə Rəşidiyyə mədrəsəsini də açdırmışdı. 14-cü sual. 14-cü sual. Uyğunluq pozulmuşdur. Azərbaycan 1239-1256-cı illərdə Monqol xaqanlığının canişinləri tərəfindən idarə olunurdu, düzdür. Hürufilik hərəkatının nümayəndələri Teymurlərə qarşı mübarizə aparırdı, düzdür. Səfiyyətdin Ürməvi musiqinin səslər sisteminin nəzəriyyəsinin əsasını qoymuşdu, bu da düzdür. Səhv nədir? 1359-cu ildə Azərbaycanda hakimiyyəti ələ keçirən sülalə çobanilər yox, cəlairilər idi. 15-ci sual. Şəki hakimliyinə aid olanları seçin. Elxani vəziri Fəzlullah Rəşidəddinin oğlu Cəlalın sərəncamında idi, düzdür. 2 səhvdir, nəyə görə? Bu Dərbəndilər sülaləsi Şəkini yox, Şirvanşahları idarə eləyirdi. 3-cü sual. Seydi Əli itaətdən çıxdığı üçün Teymur 2-ci yürüşündə gəlib onu yenidən itaətə cəlb etdi, hətta şəhəri də dağıtdı, düzdür. Elxani dövləti tənəzzül etdikcə Şəki yenidən müstəqilliyini əldə eləyirdi. Hətta o vaxtı da Şəkini idarə edən sülalə Oyrat sülaləsi idi. 5 səhvdir. Şəki Azərbaycanı heç vaxt vahid dövlətdə birləşdirməyib. Şəki hakimliyi. Suallar bu qədər. Ümid edirəm sizin üçün kömək oldu, yardımcı oldu sizə. Növbəti dərslərdə summativ izahlarında görüşənədək.